Şifrələr mən Məmmədov Camal. Bugün sizə şifrələr mövzusunun ev testlərini çəkəcəm. Deməli, birinci sualımızda nə verilib? Verilib, dəzgah rohbeflə şifrələnir. Zadehi bizdən tapmağımız soruşulur. Mən baxıram ki, dəzgah sözündə Z hərfi üçüncüdür. Rohbefdə də üçüncü X-dır. O zaman Z hərfini X ilə şifrələyəcəm. A hərfi dəzgah sözündə 5-cidir. Rohbefdə də 5-ci sözlü hərfimiz nədir? E hərfi. O zaman A'nın şifrəsi E'dir. D hərfi dəzgahda birincidir. Rohbefdə də birinci olan R-dır. İndi nə yazmalıyam? R yazmalıyam. Ə hərfi hansıdır? Dəzgahda ikinci. Rohbefdə də ikinci olan O'dur. Yazdıq yerinə. H hərfi isə dəzgahda son hərfdir. Rohbefdə də son hərfimiz nədir? F. Yazıram bura. Cavabımız nə oldu? B variantı. Xeyirov. Keçirik indi ikinci sualımıza. Deyir, badminton sözü yercozluğuzla şəkilçi Xufamno ilə daş kəsəni isə bizdən necə şifrələndiyini soruşur. D hərfinə baxıram, badmintonda üçüncüdür. Yercozluğuzda üçüncü olan nədir? R hərfi. Daha sonra daş kəsəndə ikinci A hərfidir. Badmintonda da ikinci E hərfidir. Yazacam E. Sonra Ş hərfi şəkilçidə birincidir. Xufamnonun birinci hərfi X-dır. Demək ki, Ş-nın şifrəsi nə imiş? Ş-nın şifrəsi X imiş. Yazırıq yerinə. Sonra K şəkilçidə üçüncüdür. Üçüncü olan şifrəmiz F-dir. İndi K-nın şifrəsi F-dirsə gətirib yazacam yerinə. Ə-nin şifrəsi şəkilçidə neçəncidir? İkinci. İkinci olan Ü-dür. Yazıram yerindən. Daha sonra S hərfi. Baxıram yuxarıda badminton və şəkilçi sözündə S hərfi yoxdur. Nə yazmalıyam? Ulduz yaxud da sual. Yazdım sualı yerinə. Sonra Ə hərfi gəlib. Ə hərfinin şifrəsi bilirik ki, Ü hərfidir. Çünki şəkilçi və Xufamno sözlərində Ə ikincidir, Ü də ikincidir. O zaman Ə'nin şifrəsinin yerinə Ü yazdım. N-nın şifrəsi də badmintonda sonuncudur. Sonuncu olan nə idi? Z. Gətirirəm, yazıram bura. İndi nə etməliyəm? Gəlib baxmalıyam. Rexfü, ulduz və yaxud da sual, üz. B variantı xeyirlə başladı. Sildik. D variantı rexlə başladı, amma üf oldu. Bax burada. Ona görə silirəm. Məndə isə rexfü lazım idi. A-da, C-də və Y variantlarında rexfüdür. Ona görə saxlayıram. Sonu isə üzdür hər birində. Burada fərqli olan A, L və N hərfləridir. Yuxarıya baxıram. Deməli, əgər burada olan şifrələrdən birini mən cavab variantında görürəmsə səhvdir. Çünki S hərfinin şifrəsi bizə yuxarıda verilməyib. Badminton və şəkilçi sözündə S hərfi yoxdur. O zaman nə etməliyəm? S hərfinin şifrəsini bax burada olan hərflərdən fərqli bir hərfi seçməliyəm. İndi buradakı L-dır. L-nı görürəmsə C variantını silirəm. Burada bir də N hərfi var. Baxın, Xufamnoda sonundan ikinci N hərfidir. Buna görə nə deyirəm? Buna görə deyirəm ki, bax buradakı L və N hərflərinin olduğuna görə Y və C variantlarını çıxıram. Yalnız qalan nə oldu? A variantındakı A hərfi. Bu A hərfi S-nı şifrələyə bilər. Çünki yuxarıda heç birində A hərfindən istifadə olunmayıb şifrələrdə. Keçək üçüncü sualımıza. Burada oranqutan sözünün şifrəsi qarşısında verilib. Bizdən natiqin şifrəsi istənilir. Baxıram ki, N-nın şifrəsi sonuncudur. Sonuncu olan nədir? 1. Gətirib yazacam yerindən. Daha sonra A hərfi istəyir. Sonundan ikinci olan 5-dir. Yazacam 5. Daha sonra T hərfini istəyir. T hərfinin şifrəsi sonundan üçüncüdür. Sonundan üçüncü olan nədir? 8. Mənim cavab variantlarım 158 ilə başlamalıdır. A-da 157-dir. C-də 518-dir. Y-də 518-dir. Bunları sildim. Sonuncu hərfimiz Q-dır. Q nə ilə şifrələnib? Baxıram ki, orangutanda 5-cidir. 5-ci olan şifrəmiz 7-dir. Sonuncu hərfimiz də 7 ilə şifrələnməlidir. Baxıram ki, B-də də, D-də də elə 7-dir. Bəs bu i-ni nə ilə şifrələyim? Görürəm ki, orangutan sözündə i hərfi yoxdur.
Ona sual deyirəm. İndi bu sualın yerinə mən elə şifrə istifadə etməliyəm ki, yuxarıda bax bu oranqutan sözündə istifadə olunmasın. Baxıram ki, orangutanda 9 var. Diqqətlə baxın bura. Orangutanda nə var? 9 var. B variantında da 9 istifadə olunub. Ona görə B variantını silirəm. Cavab qaldı D bəndi. Keçirəm 4-cü sualıma. Burada da qətran sözünün şifrəsini bizdən istəyir. Q hərfi rəqibdə 3-cüdür. 3-cü olan 5-dir. Ə hərfi rəqibdə 2-cidir. 2-ci olan 7-dir. Sonra T hərfi altında 3-cüdür. 3-cü olan 4-dür. R hərfi rəqibdə 1-cidir. 1-ci olan 9-dur. A hərfi altında 1-cidir. 1-ci olan 8-dir. N hərfi altında sonuncudur. Sonuncu olan 0-dır. Kodumuz nə oldu? 574.980. Baxaq görək, hardadır o 574.980. Cavabımız nə oldu? D bəndi. Keçirib 5-ci sözümüzə, 5-ci sualımıza. Deməli, metodik sözünün şifrəsi istənilir. M hərfi hanı? 4-cü. M hərfi 4-cü isə 4-cü olan üçbucağı yazacağım. Daha sonra E hərfi. E hərfi xəttkeşdə sondan 2-cidir. Sondan 2-ci olan L-dır. L-nı yazıram. Baxıram, G variantında F gəlib sondan 2-ci hərfimizin yerində. Sonra T hərfi xəttkeşdə 3-cüdür. 3-cü olan nədir? Kvadrat. Kvadratı çəkdim. B variantında kvadratın yerində 5 bucaq dayanıb. Ona görə səhvdir. O hərfi yuxarıda yoxdur. Yuxarıda olmadığı üçün sual yazacağım. Sonra D hərfi dərman sözündə 1-cidir. 1-ci olan üstəgəldir. Üstəgəl yazacağım. Daha sonra I hərfi yuxarıda yoxdur deyə sual qoyuram. Sonra K hərfi gəldi. K hərfinin şifrəsi isə baxıram xəttkeşdə 4-cüdür. 4-cü olan bölmə işarəsidir. Yazıram yerindən bölmə. İndi baxın D variantında sonuncu işarəmiz vurma yazılıb. Ona görə səhvdir. Cavab qaldı A və C variantları arasında. Sonda görürəm ki, sondan 2-ci hərfim M ilə şifrələnib. O zaman mən bu sualın yerinə hökmən M yazacağım. Başqa bir variant yoxdur onsuz da. Gəlirəm. O birisi sualın yerində isə C və Z verilib. A, C variantlarında. İndi C-ni yuxarıda görürəm. Dərman sözünün 3-cü hərfini şifrələyib. Yəni, R-nı şifrələyib. Biz O hərfinin yerinə R yaza bilmərik. O zaman niyə R-nın şifrəsi olan C-ni istifadə edək burada? O zaman A variantında silirəm. Yəni, C istifadə edə bilmərəm. Yerində isə Z olan C variantı olur doğru variantımız. Keçirəm 6-cı suala. Burada yazılıb məktəb, tikan, kitab. İndi kitabı tapmaq istəyirəm. Birinci hərfimiz K-dır. K tikanda 3-cüdür. 3-cü hərfimiz 3 ilə işarə olunub. O zaman şifrəmiz 3 ilə başlamalıdır. D variantını bəribaşdan çıxırıq. Çünki vurma ilə başlayıb. İ hərfi tikanda 2-cidir. 2-ci olan 3 bucaqdır. 3 bucağı çəkməliyəm. Baxıram C-də 2-ci hərfin yerində vurma yazılıb. Ona görə sildim. Daha sonra T hərfinə baxıram. T hərfi tikanda 1-cidir. 1-ci olan nədir? R hərfi. Demək ki, 3 bucaqdan sonra R gəlməlidir. Amma B variantında F gəlib. Daha sonra A hərfidir. A hərfi tikanda neçəncisidir? Tikanda 4-cü. 4-cü olan F-dir. Bizə indi nə lazımdır? F lazımdır. Görürəm ki, A variantında da Z gəlib. Buna görə çıxdıq. Cavab qaldı. Y bəndi. Keçirəm 7-ci sualımıza. Burada batıq, cehiz, haqsız H hərfini axtarıram. Deməli, birinci H hərfinə baxıram, görə şifrəsi nədir? H hərfinin şifrəsi cehizdə 3-cü olan ulduzdur. Ulduzu çəkdim bura. Vurma işarəsi yəni. Amma D-də kvadrat yazılıb. Buna görə səhvdir. Sonra A hərfi gəlib. A hərfinin şifrəsi batıq sözündə 2-cidir. 2-ci olan 3 bucaq olmalıydı. 3 bucağı yazdım bura. Daha sonra Q hərfi gəlir. Q hərfi batıqda sonuncudur. Sonuncu nədir? 7. 7-ni yazmalıyam. Sonra S hərfi. S hərfi görürəm yuxarıda yoxdur. O zaman yerinə sual yazacağım. İndi I hərfi gəlib. I hərfi batıq sözündə 4-cüdür. 4-cü olan kvadratdır. Gətirib kvadratı yazmalıyam. Amma baxıram ki, kvadratın əvəzinə A variantında nə yazılıb? 3 bucaq. Ona görə səhvdir. Sonra Z hərfi. Z hərfi də cehiz sözündə sonuncudur. Sonuncu olan nədir? Üstəgəl. Bu
Burada üstə gəlmə yazıram. İndi bizim bir dənə qaldı S hərfi. S hərfinin yerində sual yazmışıq. O sualın yerini tapmalıyıq. Görürəm ki, deməli, B-də, Y-də və C variantlarında birində 8 yazılıb. Birində 1 yazılıb, birində də 2 yazılıb orada. Başqa fərqləri varmı bir-birindən? Aha, sonda Y variantında nə yazılıb? Bölmə. Buna görə çıxıram. Çünki məndə sonda üstəgəl olmalı idi. İndi qaldıq B ilə C-nin arasında. Birində 8 yazılıb, birində 2. Baxıram ki, C variantındakı 2-ni batıq sözündə B hərfinin əvəzində görürəm. Yəni, B-nin şifrəsi nəymiş? 2 imiş. O zaman C-də S hərfinin yerinə 2-ni istifadə eləyə bilmərəm. Cavab nə qaldı? Cavab qaldı B bəndi. Keçirəm 8-ci suala. Burada Goranboy, Sumqayıt indi bizdən Qobustan istəyir. Q hərfi Sumqayıtda 4-cüdür. 4-cü olan nədir? T. Yazacağam bura. O hərfi Goranboyda 2-cidir. 2-ci olan nədir? 3. Yazdım bura. T-dən sonra 3 gəlməli idi. Burada 5 gəlib. Burada isə T ilə başlamayıb. Sildik. Daha sonra B hərfi. B hərfi Goranboyda sondan 3-cüdür. Sondan 3-cü nə olmalı idi? X. Amma baxıram, Y variantında vurma gəlib. Buna görə çıxdım. Daha sonra U hərfi. U hərfi Sumqayıtda 2-cidir. 2-ci olan qara nöqtədir. Qara nöqtəni çəkdik bura. Daha sonra S hərfi Sumqayıtda 1-cidir. 1-ci olan nə idi? 8. Amma baxın, A variantında 5 gəlib 8-in yerində. Buna görə A variantında çıxdım. Cavab qaldı nə? Cavab qaldı C bəndi. Sonra keçirəm 9-cu suala. 9-cu sualda indi meydan sözünün hərfləri olan D-may hərfləri nə olub? Yerlərini dəyişib. Nə etməliyəm? 1, 2, 3, 4, 5 və 6 kimi bunu rəqəmləyirəm. İndi D hərfi neçəncidir? 4-cü. E hərfi 2-ci. N hərfi 6-cı. M hərfi 1-ci. A hərfi 5-ci. Y hərfi isə 3-cüdür. Bunları yazdım. Daha sonra mən nə etməliyəm indi? Daşqın və Qandışı da yoxlayardım. Görək bu şifrəni həqiqətən alırmı? Bunu evdə özünüz yoxlayın. Görün həqiqətən alınırmı yoxsa yox. İndi nə etməliyəm? İndi başlamalıyam tüfəng sözünü bax buradakı kimi sıralamağa 4, 2, 6, 1, 5, 3 kimi. Yazıram indi 1-ci, 2-ci, sonra 3-cü, 4-cü, 5-ci və 6-cı hərf. İndi 4-cü hərfimiz nədir? 4-cü hərfimiz Ə hərfidir. O zaman nə gəlməlidir? Sonra 2-ci hərfimiz gəlməlidir. 2-ci hərfimiz Ü'dür. Daha sonra 6-cı hərfimiz gəlməlidir. 6-cı hərfimiz C'dir. Sonra 1-ci hərfimiz gəlməlidir. 1-ci olan nədir? T'dir. Daha sonra 5-ci hərfimiz gəlməlidir. 5-ci hərfimiz N'dır. 3-cü hərfimiz də son olaraq gəlirik və misalımız bitir. F yazmalıyam, bitdi. Ə, Ü, C, T, N, F. Ə, Ü, C, T, N, F. B variantında doğru sıralanıb. Demək ki, nə etdik? Bir də baxırıq suala. Birinci meydan sözünü sıraladıq. 1, 2, 3, 4, 5, 6 kimi. Daha sonra gördük ki, 4, 2, 6, 1, 5, 3 kimi düzülüb həmən hərflər. Daha sonra biz də tüfəng sözünü 1, 2, 3, 4, 5, 6 kimi sıralayıb 4, 2, 6, 1, 5, 3'ü özümüz aldıq. İndi gəlirəm 10-cu suala. Bu da həmən qaydada olmalıdır. Çünki məntiq sözünün hərfləridir. Yerləri qarışdırılıb. O zaman nə etməliyəm? Sıralamalıyam. Yazdım 3, 4, 5 və 6. Gəlirəm bura. N neçəncidir? 3-cü. Q neçəncidir? 6-cı. T neçəncidir? 4. M hərfi 1. İ hərfi 5. Ə hərfi isə 2-cidir. Bunları yazdım. İndi normal sözünü sıralayıram. 1, 2, 3, 4, 5 və 6. 3-cü hərfimiz 1-ci gəlməlidir. Çünki bax burada 3, 6, 4, 1, 5, 2 kimi sıralanmağı bizdən tələb edir. 3-cü hərfimiz nədir? R. 6-cı hərfimiz nədir? L. 4-cü hərfimiz M-dir. Daha sonra 1-ci hərfimiz N-dir. 5-ci hərfimiz A-dır və 2-ci hərfimiz O-dur. İndi cavab nə oldu? R, L, M,
NaO. RLMNaO. Cavab oldu A bəndi. Keçirik növbəti sualımıza. Burada bayaqki sualla tamamilə demək olar ki, eyni şeydir. Yalnız fərqi odur ki, bəzi hərflər istifadə olunmayıb. Amma kredit sözünün hərflərindən təşkil olunub. İ, R, D, K. Gəlin indi sıralayaq. İlk növbədə kredit sözünün neçə hərfi varsa sıralamalıyam. Bunu sıraladıqdan sonra İ, R, D, K-nın neçənci hərflər olduğuna baxıram. 5, 2, D 4-cüdür, K da 1-cidir. 52, 41 aldıq. İndi dövlət sözünü sıralayıram. 1, 2, 3, 4, 5 və 6. 5-ci hərfimiz hansıdır? Ə hərfidir. Əni seçməliyik. Daha sonra ikinci hərfimiz hansıdır? Ö hərfidir. Ö-nü seçirik. Sonra D hərfi gəlib. D hərfi 4-cüdür. 4-cü olan bizdə nədir? L hərfidir. Daha sonra isə son olaraq birinci hərfimizi yazmalıyıq. Bu da D hərfidir. Yazdım. Ə, Ö, L, D. Cavab oldu. C bəndi. Keçirəm indi növbəti sualıma. Bu da elə bayaqki sual kimidir. Yazmalıyam. 1, 2, 3, 4, 5 və 6. Neçəncidir İ hərfi? 5-ci. F hərfi neçəncidir? 1. Daha sonra A hərfi 4-cü. Z hərfi 3-cü. Biz indi timsah sözünü sıralayaq. 2, 3, 4, 5 və 6. 5-ci olan hansıdır? A hərfidir. Sonra 1-ci olan T hərfi. Daha sonra 4-cü olan S hərfidir. Və 3-cünü də yazmalıyam. M hərfi. İndi cavab nə oldu? A, T, S, M. Varmı variantlarda? Var. D bəndi. Keçirik 13-ə. 13-də deməli, yenə eyni qaydada yazacaq. Sadəcə fərqi olan nədir? Burada 2 dənə A hərfi var. 2 dənə A hərfi olanda burada birinci yazılan A-nın hansı olduğunu dəqiq bilmirəm. Sadəcə 2 ehtimal yaranır. Ona görə variantlarımız 4 variantın arasından ikisi seçilməlidir. Cavab variantlarında 1, 3, 1, 4, 2, 3, 2, 4 və son olaraq 1, 2 kimi verilib. İndi yazaq, hər şey aydın olacaq. 1, 2, 3, 4, 5, 6 və 7. A hərfi ikincidir yoxsa 7-ci? Bilmirəm. Buna görə yazıram 2 və 7. Mötərizənin içərisində saxlayıram. Q hərfi 6-cıdır. S hərfi 3-cüdür. Q hərfi 1-ci, A hərfi 2 yoxsa 7-cidir? Yenə bilmirəm. R hərfi də 5-cidir. I hərfi də son olaraq 4-cü yazıram, bitdi. İndi Əhmədli sözünü şifrələməliyəm, sıralamalıyam. 1, 2, 3, 4, 5, 6 və 7-ci hərflər kimi yazdım. İkinci olan H-dır. İkinci olan birinci istifadə edirəm H. Sonra 6 gəlməlidir. 6-cı L-dir. Daha sonra 3-cü gəlməlidir. 3-cü olan M-dir. Sonra birinci gəlməlidir. Birinci olan Ə-dir. Sonra 2 və yaxud da 7. Bayaq 2-ni istifadə eləmişdim. İndi 7-ni yazacağam. İ hərfi. Sonra 5-ci. 5-ci olan nədir? D hərfi. Sonra isə 4-cü. 4-cü də Ə hərfidir. H, L, M, Ə, İ, D. H, L, M, Ə, İ, D. Birinci cavabımız olacaq 3. 3 olmayan variantları çıxıram. Məsələn, B, D və Y variantları getdi. İndi gəlirəm, baxın, bayaq 2-ni istifadə elədim. İndi 7-ci hərf birinci gələcək. Sonra 6, 3, 1, 2, 5 və 4. Baxıram, 7-ci hərfim nədir? İ hərfi. 6-cı hərfim nədir? L. 3-cü M-dir. 1-ci Ə-dir. Sonra 2-ci hərf H-dır. 5-ci hərf D-dir. 4-cü hərfim isə Ə-dir. Cavab nə oldu? İlm əhdə. İlm əhdə hardadır? Burada birinci variantda ilm hədə yazılıb. İkinci variantda isə ilm əhdə yazılıb. Cavab oldu 2 və 3. A variantını silirik. Keçdik 14-cü suala baxırıq. Deməli, indi
Bunu öyrəndikcə tez yazaq. 1, 2, 3, 4, 5, 6 və 7. Sonra baxıram, L neçəncidir? 6. A neçəncidir? 2 və yaxud da 4. Sonra M neçəncidir? Bunu biraz silək, düzəldək. Deməli, L neçənci oldu? 6. A neçəncidir? 2 və yaxud da 4. M birincidir. I hərfi 7-cidir. Sonra Q hərfi 5-ci. A hərfi yenə 2 və yaxud da 4-cü. R hərfi neçəncidir? 3-cü. İndi 2 dənə yenə şifrəmiz yaranacaq. Sıramız yaranacaq. 6, 2, 1, 7, 5. İndi 2-ni istifadə eləmişəm. Nəyə istifadə eləməliyim burada? 4. Sonra isə 3. İkinci yaranan nə olacaq? 6. İndi 4-ü istifadə eləməliyəm. Çünki bayaq 2-ni yazmışdım. 4. Sonra 1, 7, 5. Artıq 4-ü yazmışamsa, indi 2-ni yazmalıyam yerində. 2 və 3. Dəyişən nələr oldu? A-ların yeri. İndi təhlükəni sıralayıram. 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, 6-cı hərfimiz K olacaq. İkinci hərfimiz Əd. Birinci hərfimiz T'dir. 7-ci hərfimiz Ədir. 5-ci hərfimiz Ü. 4-cü hərfimiz L və 3-cü hərfimiz son olaraq H-dır. Q, Ə, T, Ə, Ü, L, H. Baxıram, Q, Ə, T, Ə, Ü, L, H. Bu oldu 2. 2 olmayanları çıxıram. Y və A getdi. Sonra gəlirəm 6, 4, 1, 7, 5, 2, 3-ü sıralamalıyam. 6-cı nədir? K. 4-cü nədir? L. 1-ci T'dir. 7-ci Ə. 5-ci Ü. Sonra 2-ci Ədir. 3-cü də H-dır. Bunu da yazdı. K, L, T, Ə, Ü, Ə, H. Bu da oldu 4. Cavabımız nə oldu? 2, 4. Növbəti sualımıza baxırıq. Burada 15-cidir. Bu da eyni qaydada 1, 2, 3, 4, 5, 6. Ə neçəncidir? 2 və yaxud da 6-cı. Sonra Q neçəncidir? 5. I neçəncidir? 4. L 3-cüdür. S 1-ci. Ə də 2 və yaxud da 6-cıdır. Bunu da yazdıq. İndi mismarı sıralayıram. 1, 2, 3, 4, 5 və 6. İkinci hərfimiz nədir? I. 5-ci hərfimiz A. Sonra 4-cü hərfimiz M. 3-cü hərfimiz S. Sonra 1-ci hərfimiz M. Ardınca 6-cı hərf yazmalıyam. Çünki ikincini yazmışdım. 6-cı hərfimiz də R-dır. İyam SMR. İyam SMR hardadır? Birincidə. Sonra keçirəm nəyə? 6-dan başlamağa şifrələməyə. Çünki biz I ilə başlamışdıq. I ikinci idi. İkincini yazmışdıq. İndi 6-cından başlamalıyam şifrələməyə. 6-cı olan nədir? R. Ardınca 5-ci olan gəlir. A. Sonra 4-cü olan gəlir M. Daha sonra 3-cü olan S. Sonra 1-ci M. Son olaraq da bayaq 6 yazmışdıqsa, indi ikincini yazmalıyıq. RAM SMI. RAM SMI 4-cüdür. Cavab nə oldu? 1 və 4. Alayında. Keçirəm 16-ya. Deməli 1, 2, 3, 4, 5, 6, 7 sıraladıq. Y neçəncidir? 6-cı. R neçəncidir? 3. A 2 və yaxud da 7-cidir. Sonra T hərfi 4-dür. I hərfi 5. P hərfi 1. A hərfi 2 və yaxud da 7-ci. Bunu da yazdıq. İndi 6-cı hərfimiz nədir? Gəlin bunu sıralayaq. 4, 5, 6 və 7. 6-cı hərfimiz nədir? I. Sonra 3-cü hərfimiz F. Ardınca 2-ci hərfimiz I. Sonra 4-cü hərfimiz A. Sonra 5-ci hərfimiz R. 1-ci hərfimiz S. Və 7-ci hərfimiz Ş. İndi ifi RSH. İfi RSH birdədir.
Sonra 6-cı hərfimizi yenə yazıram. İ. Daha sonra 3-cü hərfimiz F. İndi 2 yox, 7-ci hərfimi yazacağım. Ş. Daha sonra 4-cü hərfimiz A. Sonra R, S və I gəlməlidir. Yazdıq. İf, eş, ar, S, I. İf, eş, ar, S, I. İkincidə cavab nə oldu? 1 və 2. Gəldim bura. İndi bu tip misalımızda da nə demişdik? Demişdik ki, burada ə ilə başlayıb 5 yazılıb. Ə ilə bitib, amma 1 yazılıb. Demək ki, hərflərin yeri neyniyib? Qarışıb. 3 dənə ə var. 3 dənə də 5 var. O zaman ə hərfi nə ilə şifrələnir? 5 ilə. Sonra ingilislər sözündə də 3 dənə i var. 3 dənə də 7 var. O zaman i nə ilə şifrələnib? I də 7 ilə şifrələnib. Başqa hərfləri tapmaq istəsək, tapa bilərikmi? Tapa bilərik. Necə taparıq? 5-lərin, 7-lərin üstündən xətt çəkək. Sonra ə ilə i-lərin də üstündən xətt çəkək. Burada ingilislər sözündə 2 dənə l var. O zaman l-larımız nədir? L-larımız 4-dür. Cavab yazıram l-ya 4. Sonra əyləncə sözü və ingilislər sözünün ortaq hərfləri hansıdır? Ortaq hərfləri n-dır və l-dır. L-nı bilirəm 4-dür. L-ları da silirəm, 4-ləri də silirəm. Yerdə nə qaldı? Ortaq rəqəmləri yalnız 3. O zaman n-mızın şifrəsi nədir? N-nın da şifrəsi 3 imiş. Bizə nə lazımdır? Gəlinlik sözündə bir dənə ə, yəni bir dənə 5 lazımdır. Bir dənə i lazım, 2 dənə i lazımdır, yəni 2 dənə 7 olmalıdır. İndi buna görə cavabı tapmağa çalışaq. Burada 3 dənə 7 var, sildim. D variantında 5 yoxdur. B variantında 5 də var, 7 də var. Amma hərəsindən bir dənədir. Bizə 2 dənə 7 lazım idi. N variantında 2 dənə 5 var. Buna görə sildik. Cavab qaldı nə? Cavab qaldı C bəndi. İndi saatlı sözündə 2 dənə A var. 2 dənə də 0. A nə oldu? 0. Yemişli sözündə 3 dənə i var. 3 dənə də 4 var şifrəsində. İ nə oldu? 4. İsmaili sözündə bir dənə i var. O zaman bir dənə 4-ə ehtiyacımız var. Bir dənə də A var. Bir dənə də 0 olmalıdır. A variantında 1, 4, 1, 0 var. Saxlayıram. B variantında 0 yoxdur. D variantında da 0 yoxdur. Y variantında 3 dənə 2 var. İsmaili sözündə 3 dənə eyni hərf yoxdur. Ona görə silirəm. C variantına baxıram, 2 dənə 0 var. Bizə isə 1 dənə 0 lazım idi. Buna görə sildim. Cavab nə qaldı? Cavab qaldı A bəndi. İndi zərər sözündə 2 dənə ə var, 2 dənə r var. Miras sözü ilə ortaq olan hansıdır? R hərfidir. Burada ya 6 ya da 2 r olmalıydı. Görürəm, miras sözündə də 6 varsa, r hərfi nə imiş? R hərfi elə 6 imiş. Çünki mirasda da r var, zərərdə də r hərfi var. Daha sonra ə hərfinə nə qaldı? Ə hərfinə də qaldı 2-lər. Z-nı da beləliklə tapdıq ki, tək qaldığı üçün z da 3-dür. İndi məzəlidə 2 dənə ə var. 2 dənə 2 lazımdır. Sonra məzəli sözündə bir dənə də z var. Ona görə bir dənə də 3 lazımdır. Amma r hərfi olmadığı üçün 6 olan variantları çıxacam. Məsələn, B variantında 6 var. D variantında 6 var. C variantında 6 var deyə çıxdım. Çünki məzəli sözündə r hərfi yoxdur. İndi A və Y variantlarına baxıram. Burada 2 dənə 2 lazımdır, bir dənə 3 lazımdır. A variantında 3 yoxdur, sildim. Cavab nə qaldı? Cavab qaldı Y bəndi. Keçdik marş sözündən, stop sözündən tasmanı almağa. Burada ikisinin ortağı S hərfidir. Burada da birincidir, burada isə sonuncudur. İndi baxıram, S-in şifrəsi nə ola bilər? S-in şifrəsi 3 ola bilər. Çünki ikisində də 3 var. S-ə yazıram 3. Daha sonra tasma sözündə S bir dənədir. O zaman bir dənə 3-ə ehtiyacım var. A variantında ümumiyyətlə 2 dənə verir. Ona görə silirəm. B variantında heç yoxdur. Ona görə silirəm. C variantında bir dənə 3 var. Saxlayıram. Amma tasma sözündə 2 dənə A vardı. C variantında isə 2 dənə eyni şifrə yoxdur. Ona görə C variantında sildik. Qaldıq D və Y variantları arasında. Y variantı baxıram ki 9, 3, 6, 7-dən təşkil olunub. Marş sözü də elə
9, 6, 3, 7-dən təşkil olunur. Mars sözündə bir dənə R hərfi var. 9, 6, 3, 7-dən biri R hərfidir. Hər hansı biri ola bilər, amma biri R hərfidir. Baxıram bura, burada da Y variantı. 9, 3, 6, 7-dir. Yəni bunların içində biri R-dır hökmən. Yuxarıda da R var idisə, burada da R olmalıdır. 9, 3, 6, 7-dir. Amma tasma sözündə R-nı görmürəm. Ona görə Y variantını silirəm. Cavab nə qaldı? D variantı. Burada stop sözündə də T hərfi var. Tasma sözündə T olduğu üçün 2, 1, 4-dən birini mən cavab variantında görməliyəm. D variantında görürsünüz, burada 2 var. Həqiqətən də bu tasma sözünün şifrəsi ola bilər. İndi keçirəm 21-ci suala. A-larımız neçə dənədir? 2 dənə saat sözündə. O zaman A-nın yerinə nə yazmalıyam? 3 bucaq. Çünki 2 dənə 3 bucağımız var. Daha sonra saat və sulu da ortaq olan S-dir. S-in yerində nə olmalıdır? S-in yerində dairə olmalıdır. Çünki S hərfi nə ilə şifrələnir? Dairə ilə. Sonra U hərfi neçə dənədir? U hərfi 2 dənədir. U hərfində nə olmalıdır? 2 dənə bölmə var deyə U hərfi də bölmə ilə şifrələnməlidir. Daha sonra T hərfi qaldı bir dənə. Biz 3 bucağı dairəni tapdıq. T hərfi nədir? T hərfi də elə kvadratdır. Bunu da yazdıq. Burada isə L hərfi nə imiş? L hərfi də üstəgəl imiş. Bunu da bildik. Gəldik cavablara. Cavabda B variantında üstəgəl var, silirəm. C variantında üstəgəl var, silirəm. Çünki üstəgəl L hərfidir. Usta sözündə də L hərfi olmamalıdır. Sonra baxıram nəyə? Usta U ilə başlayır, bölmə ilə başlamalıdır. Y variantı dairə ilə başlayıb, silirəm. Bölmə ilə başladıq. Daha sonra S hərfi. S hərfi nədir? Dairə olmalıdır. Əslində burada Y variantını silməyək. Niyə? Çünki baxın, bizə sırayla verməyibdir hərfləri. U hərfi olmalıdır, bir bölmə olmalıdır. Sonra S hərfi olmalıdır, bir dairə olmalıdır. T hərfi bir kvadrat, A hərfi isə bir dənə 3 bucağı bizdən istəyir. A variantında 2 dənə 3 bucaq var. Buna görə çıxdı. D variantında kvadrat yoxdur. Buna görə çıxıram. Y variantında isə həqiqətən də kvadrat da var. Ona görə cavabımız nə oldu? Cavabımız oldu Y bəndi. Kvadrat T hərfi idi. Biz görürük ki, kvadrat olmasa usta sözünü necə düzəldək? Yəni T-ni ala bildik. İndi keçirəm növbəti sualıma. Növbəti sualım 22-dir. Burada mərtəbə, pilləkən sözlərində heyvada olan heç bir hərf yoxdur. O zaman burada olan şifrələrin heç birini heyva sözündə görməməliyəm. Heyva sözünün şifrəsində. Baxıram, 3 bucaq B variantında var. Burada da 3 bucaq var. Olmaz. A variantında 3 bucaq var. Burada da 3 bucaq var. Ona görə olmaz. Daha sonra gəlirəm. C variantındakı bölməni görürüm. Burada da bölmə var. Olmaz. Qaldıq D və A variantında, Y variantının arasında. Y variantında 2 dənə sola doğru baxan ox işarəm var. Bu 2 dənə sola doğru baxan ox işarəsi 2 dənə eyni hərf işarələyir. Amma bizdə heyva sözündə 2 dənə eyni hərf yoxdur. Ona görə Y-ni də silirəm. Cavabımız qaldı D bəndi. Növbəti sualımıza baxırıq. Burada hecalardan istifadə edib. Baxın. K mas hecalarını götürüb cavab alınıb Kamaz. Demək ki, birinci sözümüzdə birinci hecanı, ikinci sözümüzdə ikinci hecanı götürüb. İndi parça və taxta sözündən parta alınıb. Neyiniyib? Birinci heca parı götürüb, taxtadan ikinci heca olan tanı götürüb. Biz də arı və qırıq sözündən birinci hecadan A-nı, qırıq sözündə ikinci hecadan R-ı yazacağıq. Cavab olacaq arıq. Cavabımız D bəndi. Keçirik 24-ə. Deməli, yamac və gizli sözlərindən aciz alınıb. Yamacdan son 2 hərfi götürüb. A-c, heca götürməyib. Son 2 hərfi A-c-nı götürüb. Gizlidən isə 2 və 3-cü hərflərimiz olan i-z-nı götürüb. Cavab olub aciz. İndi banka və artı sözündən son 2-ni k-a-nı və artı sözündə ikinci, üçüncü olan r-t-nı götürüb. Zürafə sözündən son ikinci f-ə, əzab sözündə ikinci, üçüncü olan z-a-nı götürəcəyik. Cavab olacaq f-ə.
Sonra 25'ə baxırıq. Burada Fələstin, layihə və hərəkət sözlərindən hecaları götürüb fəlakət alınıb. Fəlakət. Yəni birinci sözdən birinci, ikinci sözdən birinci, üçüncü sözdən isə üçüncü hecalar götürüb. Birinci, birinci və üçüncü hecalar götürüb. İndi tapşırıq maşın xırdacadan. Tap, ma, canı götürəcəyik. Daha sonra sa, mo, varı götürüb birinci sözdən birinci, ikinci sözdən birinci və üçüncü sözdən sonuncu hecanı götürüb cavaba yazacaq. Deməli, cavabımız nə olacaq? Cavabımız olacaq C bəndi. 26-cı sualda eyni hərfləri silib. Məsələn, ə hərfini sildik. N hərfi var idi, sildim. C hərfi var idi, sildim. A hərfi var idi, sildim. Yerdə nə qaldı? R, S, Z və H. R, S, Z, H oldu cavab. İndi əfsanə və fəsil sözündə eyniləri siləcəm. Daha doğrusu A-nı niyə sildik? A təkrar olmayıb. Ələri silirdik. Ələri sildik. Sonra F-ləri siləcəm. İndi S-ləri silirəm. Yerdə nə qaldı? An və il. Anil oldu cavab. Keçirəm 27-yə. Burada yenə eyniləri silirəm. M-lə M-i. A ilə A-nı. Sonra K ilə K-nı. R ilə R-nı. E ilə də E-ni sildik qaldı. T və L. Cavaba nə yazıb? L və T yerlərini dəyişib. Birinci T, sonra L gəlməli idi. Amma o cavaba yazıb L və T. Yəni yerlərini dəyişib. Fərman və marifəyə baxaq. Burada F-ləri silib, Ə-lər silinib, R-lər, M-lər və A-lar. Bunlar da silindi. Yerdə N və I qalmışdı. Amma I və N yazıb. İndi biz cavabda görməli olduqlarımız fərqli hərflərdir. Məsələn, K var deyə sildim. I var deyə sildim. T var deyə sildim. A-nı da silirəm. Cavabda NB olmalı idi. Amma tərsini yazacağıq. Nə olacaq indi? B və N. Bu hansı variantdadır? C-də. Cavab oldu C. 28-ə baxırıq. Burada deməli, biz nə etməliyik? Bunu tez yazmağın yolu, yəni vaxt itirmədən yazmağın yolu, görürük ki, A-nın altında O hərfi var. Yəni, A-nın altında O-nu görməliyim. Magistr və combine sözlərində ikinci hərf. O zaman ikinci olan hərfimi cavabda götürəcəm. İkinci olan hərfim nədir? O. Sonra S-nın altında A-nı görməliyim. Baxıram, magistr və combine-da S-nın altında A var. Yəni, 5-ci hərflərdir. O zaman kompüterdə 5-ci hərfim olan O-nu götürəcəm. Daha sonra Ə-nin altında E-ni görməliyim. Ə-nin altında E hardadır? Tədris və yelkən sözündə ikinci hərf. O zaman telefon sözündən ikinci hərfim olan E-ni götürəcəm. R-nın altında da K-nı görməliyim. R-nın altında K hardadır? Tədris və yelkən sözündə ikisi də dördüncüdür. Yəni, alt üst yazsaq, R-nın altına K düşür. O zaman dördüncü hərfimiz olan E-ni yazacağıq. Cavaba oldu O-U-E-E. Cavab oldu D bəndi. Daha sonra elin altında A-nı görməliyim 29-cu sualda. Baxıram, elin altında A, fəlsəfə və saat-saz sözlərindədir. O zaman üçüncü hərfim olan N-nı götürəcəm. Yazdım N cavabda. Daha sonra F-in altında A olmalıdır. F-in altında A harda var? Baxıram, fəlsəfə sözünün ikinci F-inin altında A var. O zaman sondan ikinci olan I hərfini götürəcəm. Yazdım I. Daha sonra K-nın altında F olmalıdır. Bu, kinetik və fonetika sözlərinin birinci hərfləridir. O zaman təyyarənin birinci hərfini götürəcəm. T-nı yazdıq. Daha sonra K-nın altında K görməliyəm. Bu hardadır? Kinetik və fonetikanın K-larıdır. Baxın, 4, 7. 7-ci hərf buradadır, fonetikadadır. 7-ci hərf K-dır. O zaman təyyarə sözündə 7-ci hərfimizi götürəcəm. Təyyarə sözündə 7-ci hərf nədir? Ə hərfidir. Daha sonra T-nin altında K-nı görməliyəm.
Tısbağa və kolonka sözlərindəki T ilə K'dır. Birinci hərfdir. O zaman birinci hərfimiz nədir? P. P hərfini yazıram. Daha sonra A'nın altında N olmalıdır. A'nın altında N hardadır? Deməli, tısbağa sözünün 5-ci hərfi, kolonka sözünün 5-ci hərfi olan N'dır. Pəncərə sözündə 5-ci hərfimiz nədir? Ə hərfidir. Bunu da yazıram cavaba. Oldu nə? Ni təpə. Baxaq görək ni təpə hardadır? Ni təpə D variantındadır. Cavabımız oldu D variantı. İndi 30-cu sualımıza baxırıq. D-nin altında A görməliyəm. Eldar və İlahədə D-nin altında A var. Nadirdən D-ni götürürük cavaba, 3-cü hərfimizi. E-nin altında A olmalıdır. E-nin altında A, Leyla və Şahin sözünün ikinci hərfləridir. İkinci hərfimiz nədir? Ə hərfi. Yazıram bura. L-nın altında İ olmalıdır. L-nın altında İ. Baxıram, Leyla və Şahin sözünün ikinci L-sının altındakı İ'dir. Yəni, dördüncü hərflərin götürüb. Şahin və Leyla sözünün. O zaman Ləman sözündə dördüncü hərfi lazımdır mənə. D, Ə, A. Sonra A'nın altında A görməliyəm. Bu Maliklə Natiqin A'larıdır. Ramilin də A'sı ikincidə elə. Cavaba yenə A yazacağım. Sonra K'nın altında Q olmalıdır. K'nın altında Q, Natiq və Malik sözündəki Q və K'dır. O zaman Ramil sözünün də son hərfi olan L-nı götürəcəm. Cavabım nə oldu? D, A, A, L. Cavab oldu B bəndi. Növbəti sualımıza baxırıq. Y-nın altında Q görməliyəm. Y-nın altında Q, saniyə və musiqi sözlərinin 5-ci hərfidir. 5-ci hərfimiz nədir? 5-ci hərfimiz A hərfidir. Yazıram A. Daha sonra İ'nin altında İ'ni görməliyəm. Saniyə və musiqi sözlərinin İ'ləridir. 4-cü hərfimiz olan S-nı götürməliyik. Daha sonra S-nın altında L görülməlidir. Dəsmal sözü ilə yalnız sözündəki L-lardır. 3-cü hərfdir. 3-cü hərfim nədir? N. İndi M altında N olmalıdır. M-in altında E hardadır? Yalnız və dəsmal sözündəkidir. 4-cü hərflərdir. Pencək sözündə 4-cü hərfim C-dır. R-nın altında M-nı görməliyəm. R-nın altında M-nı harda görə bilərəm? Marker və kamera sözünün 3-cü hərfləri. O zaman qandal sözünün 3-cü hərfi olan N-nı götürəcəm. Daha sonra A-nın altında A, marker və kamera sözlərinin 2-ci hərfidir. Qandalın da 2-ci hərfi nədir? Elə A-dır. A, S, N, C, N, A. A, S, N, C, N, A. Cavab oldu D bəndi. Keçirik 32-ci suala. 32-də P-nın altında D var. P-nın altında D partiya və domino sözlərindədir. O zaman H-la başlamalıdır sözümüz. H-la başlamayan C-ni, Y-ni çıxdım variantdan, bir də A-nı çıxdım. Sonra baxıram. B variantı və D qaldı. İndi ikinci hərfimiz nə olmalıdır? A-nın altında O. A-nın altında O-nu görürəm və A-nın altında O-nu görürəm. Burada partiya sözündə deməli 7-ci hərf A-dır, domino sözündə 6-cı hərf O-dur. O zaman bu olmaz. Yəni birində 7-cidir, birində 6-cıdır. Amma burada baxın, ikinci hərflər A və O alt üstü. O zaman haşiyə sözünün bir dəqiqə ikinci hərfini götürməliydik. Amma cavab variantlarında görürsünüz ki, nə olub? Cavab variantlarında belə bir A hərfi yoxdur. Demək ki, biz nə etməliyik? İkincini götürməli deyilik. Sonuncunu götürməliyik. 7 və 6 olsa belə sonuncunu götürməliyik. A-nın altında O burada görürük. A-nın altında O, onun da altında Ə hərfi var. O zaman hansı hərf olmalıdır bizdə? Ə hərfi. Baxıram, bu Ə hardadır? İkinci sırada. Daha sonra R-nın altında Q-nü görməliyəm. R-nın altında Q, rəzil və qayıq sözlərindədir. O zaman növbəti hərfim nə olmalıdır? M hərfi olmalıdır. Sonra L-in altında Q-nü görürəm. L-in altında Q, rəzil və qayıq sözünün son hərfidir. O zaman biz 5-ci hərfimiz olan milçək sözündə 5-ci hərfimiz olan Ə-ni götürərdik. Amma son hərfi seçdiyinə görə K-nı götürürük. Yazıram bura K. Daha sonra A-nın altında U var. A-nın altındakı U buradadır. Deməli,
Biz A'nın altında U'nu görürüksə, o zaman nə etməliyik? U'nun altındakı A'nı götürməliyik. U'nun altında da A yazdım bura. Daha sonra Q'nun altında Z var, Q'nun altında Z var ve onun da altında, Z'in de altında R var. Yazdım bura. Cavab oldu nə? Cavab oldu həmkar debəndi. B variantında isə hər kimlə başlamışdı? Üçüncü gələn R hərfi elə işi pozurdu. Daha sonra gəldik növbəti sualımız olan 33-ə. Burada 1, 2, 3, 4, 5, 6, 7 və 8 yazsaq, deməli, Y hərfi neçəncidir? 7-ci. M hərfi neçəncidir? 3-cü. E hərfi 5-cidir. L hərfi də 2-ci. Bunları yazdıq. İndi C, D, R, A-nın üstünə 7, 3, 5 və 2-ni yazacağım. Daha sonra sadə sözünü 1, 2, 3, 4 kimi yazdım. Yerdə qalan 4 hərfimi isə 4 dənə ulduz kimi çəkəcəm bura. Bu ulduzda neçənci hərflərdir? Deməli 5, 6, 7 və 8-ci hərflərdir. Çünki bizdən 4 hərfli bir söz istəyir. Biz də 4 dənə ulduz çəkdik. İndi 7-ci hərfim C olmalıdır. Bu ulduzun yerinə C yazıram. Daha sonra 3-cü hərfim D idi. Baxıram, burada həqiqətən 3-cü hərfim D idi. 5-ci hərfim R olmalıdır. 5-ci hərfin yerinə R yazıram. 2-ci hərfim isə A olmalıdır. Baxıram, 2-ci hərfim də həqiqətən A-dır. İndi cavabda nə olmalıdır? R və C hərflərinin iştirak elədiyi bir söz. Bu da rica sözüdür. Başqa belə bir söz yoxdur. O zaman cavabımız nə oldu? B variantı. Daha sonra bunu da eyni qaydada yazaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Burada C hərfi neçəncidir? 7. Ə hərfi neçəncidir? Ya 2, ya 8. C hərfi 5-cidir. D hərfi 4-cü, R hərfi isə 3-cüdür. Bunu da qeyd elədik. İndi aşağını yoxlamalıyım, çünki Ə hərfinin 2-ci yoxsa 8-ci olduğunu bilmirəm. 1, 2, 3, 4, 5, 6, 7 və 8 yazdım. İndi L hərfi 7-cidir. Ö hərfi 2-cidir. Artıq başqa Ö yoxdur. O zaman elə Ə hərfi də 2-ci əymiş. Daha sonra gəlirəm bura. Marşı sıralamalıyam. Marş neçənci hərflər olacaq? 5, 6, 7 və 8. Çünki 1, 2, 3, 4-ü sual işarəsi ilə yazıbdılar. İndi rumurun üstündən yazacağım. 7, 2, 5, 4 və 3. 7-ci hərfimiz R-dır. Bu həqiqətən də belədir. 2-ci hərfimiz U olmalıdır. Sonra 5-ci hərfimiz M-dir. Bu həqiqətən də 5-dir. Sonra 4-cü hərfimiz nə olmalıdır? U olmalıdır. 3-cü hərfimiz isə R olmalıdır. Uru sözünün, yəni bax bu uru hissəsinin hansı variantda görürəm? Bir dənə A variantında. O zaman cavabım nə oldu? Cavabım oldu quru A bəndi. İndi 35-ci sualımıza baxırıq. 35-ci sualımızda deməli günə baxan söz verilib və qarşısında həm hərflər var, həm də rəqəmlər. Burada bizə baxıram ki, günə baxanın hərflərinin sayı qədər rəqəmlər yazılıb. Yəni 9 dənə hərfimiz var, 9-a qədər rəqəmlər verilib. O zaman birinci hərfimizin şifrəsi nə imiş? A. Yəni C-nin şifrəsi A imiş. Buna uyğun olaraq nə etməliyəm? Buradakı şifrələri sözə çevirməliyəm. Bir də Z yazılıb. Baxıram, Z yuxarıda hansı hərfi şifrəliyib? 5-ci. 5-ci hərfim nədir? B hərfi. Yazacağım birinci hərfin yerinə B. Burada C ilə başlayan güman sözünü çıxdıq. İkinci hərfimiz D ilə şifrələnib. İkinci D ilə şifrələnibsə, baxıram, yuxarıda D hardadır? 6-cı hərfdə. 6-cı hərfim nədir? A hərfi. Gətirib yazacağım yerinə. Sonra 3-cü hərfimiz A ilə şifrələnib. Yuxarıya baxıram. A neçənci hərfimiz idi? Birinci hərfimiz. Birinci hərfimiz C hərfidir. Gətirib yazıram yerindən. 3-cü hərfimiz A-nı tapdıq. Sonra 4-cü hərfimiz C. C də 2-ci hərfdə idi. 2-ci hərfimiz Ü ilə şifrələnib. Gətirib yazıram yerindən Ü. Daha sonra 5-ci hərfimiz Y ilə şifrələnib.
Y isə 7-ci hərfimiz idi. 7-ci hərfimiz də günə baxan sözündə X hərfidir. Yazıram bura X hərfini. Cavab nə oldu? Cavab oldu bacuq. C bəndi. Keçirəm 36-cı suala. 36-cı sualda məsələn, təhlükə sözündə bir Z-dir. Yəni T hərfi Z-də şifrələnib. 2X-dir. Yəni Ə hərfi X ilə şifrələnib. İndi bizdə elə bəri başdan birincini X ver. Birinci X-dirsə, X ilə şifrələnən nə idi dedik? Dedik Ə hərfi idi. O zaman birinci hərfimizin yerində Ə olmalıdır. T ilə başlayan C variantı səhvdir. Sonra ikinci hərfimiz Z ilə şifrələnib. Z ilə şifrələnən nə idi? Birinci hərfimiz. Birinci hərfimiz də T-dir. Yazıram yerindən. Daha sonra üçüncü hərfimiz R ilə şifrələnib. R ilə şifrələnən 5-ci hərfimizdir. 5-ci hərfimiz nədir? Ü hərfidir. Gətirib yazıram yerindən. Sonra 4-cü hərfimiz T ilə şifrələnib. T ilə şifrələnən 6-cı hərfimizdir. 6-cı hərfimiz K-dır. K-nı yazacağım yerindən. Daha sonra 5-ci hərfimiz Y ilə şifrələnib. Y ilə şifrələnən 3-cü hərfimdir. 3-cü hərfim H-dır. H-ı yazıram yerindən. Sonra 6-cı hərfimiz. 6-cı hərfimiz F ilə şifrələnib. F baxıram ki, təhlükə sözündə 4-cü hərfi şifrələyib. 4-cü nədir? L hərfi. Son olaraq da 7-ci hərfim varmı? Baxım, yoxdur. Bütün hərfləri yazmışıq. Ə, T, Ü, K, H, L. Ətük, H, L hardadır? Y bəndində. Cavabım nə oldu? Y bəndi. Keçirəm 37-yə. Burada metodik sözünün şifrəsi verilib. Bizdən bu şifrənin hansı sözü şifrələdiyini tapmağı soruşur. Bir F-dir. Baxıram. F hərfi metodikdə 5-cidir. 5-ci hərfim D-dir. Söz D ilə başlamalıdır. Buna görə B variantı və C variantını silirəm. Sonra ikinci hərfim R olmalıdır. R 7-ci hərfdir. Metodik sözündə 7-ci hərfim K-dır. D-dən sonra K gəlməli idi. Y variantında O gəlib sildim. Daha sonra üçüncü hərfim D olmalıdır. D metodik sözündə 4-cüdür. 4-cü nədir? O hərfi. O zaman bizdə üçüncü hərfin yerində O olmalı idi. Amma A variantında Y gəlib. Bunu sildik. Cavab qaldı D bəndə. Növbəti suala baxıram. İndi birinci hərfim M ilə şifrələnib. M düzbucaq sözündə 4-cü hərfdir. 4-cü hərfim nədir? B hərfidir. T ilə başlayan B variantını sildik. Daha sonra ikinci hərfim A ilə şifrələnib. A baxıram, redaksiya sözünün birinci hərfidir. Birinci hərfimiz R hərfidir. Yazacağım bura R. C variantında ikinci hərfimiz I verilib. Buna görə sildim. Daha sonra üçüncü hərfimiz N ilə şifrələnib. Baxıram, N redaksiya sözündə 7-ci hərfdir. 7-ci hərfimiz I-dir. O zaman R-dan sonra I gəlməlidir. Daha sonra 4-cü hərfimiz B ilə şifrələnib. B baxıram yuxarıya 8-ci hərfdir. Düzbucaq sözündə Q hərfidir. 8-ci olan. Gətirib Q hərfini yazacağam. Burada isə S gəlibdir. Ona görə sildim. Daha sonra baxıram. Deməli 5-ci hərfim E ilə şifrələnib. E hərfi düzbucaq sözündə 7-ci hərfdir. 7-ci hərfimiz nədir? A hərfi. Yazıram bura. Sonra deməli 6-cı hərfimiz F ilə şifrələnib. F ilə şifrələnən birinci hərfimiz düzbucaq sözündə. Birinci hərfimiz nədir? D hərfi. Yazıram bura. Son olaraq da qaldı E hərfi 7-də. E hərfi də elə A hərfi idi. Yəni E hərfi A-nı şifrələmişdi. Bura yazacağım A. Bitdi, getdi. Cavabım nə oldu? Biri Q'da. D variantını silirəm. Keçdik 39-a. İndi birinci X ilə şifrələnib. X ilə şifrələnən Sumqayıt sözünün ikincisidir. O zaman U ilə başlamalıdır. A variantını silirəm. Daha sonra ikinci F-dir. F ilə şifrələnib. F baxıram Sumqayıtda 8-ci hərfdir. 8-ci hərfim T-dir. U-dan sonra T gəlməlidir. Daha sonra üçüncü hərfim T ilə şifrələnib. Yuxarıya baxıram. T hərfi Sumqayıt sözünün birinci hərfini şifrələyib. Birinci hərfimiz nədir? S. U, T, D gəlib. D variantını silirəm. U, T, K gəlib. C variantını silirəm.
İndi B və Y variantında 3-cü hərfim S-dır. Davam edirəm. Sonra baxıram 4-cü hərfim A ilə şifrələnib. A Sumqayıt sözündə 7-ci hərfdir. 7-ci hərfimiz I hərfidir. I hərfi olmalı idi cavabda. Y variantında isə A hərfi yazılıb. Buna görə səhvdir. Cavabımız nə qaldı? Cavabımız qaldı B variantı. 40-cı sualımıza baxırıq. Burada bir M ilə şifrələnib. M hərfi printerdə 2-ci hərfdir. 2-ci nədir? R hərfi. Daha sonra ikinci hərfimiz N ilə şifrələnməlidir. Printer sözündə 5-ci hərfimizdir. 5-ci hərfimiz T-dır. R-dən sonra T gəlməlidir. Daha sonra 3-cü hərfimiz A-dır. 3-cü hərfimiz ilə printerdə də A hərfi ilə şifrələnib. O zaman 3-cü hərfimiz nə olmalıdır? I olmalıdır. Hələ ki buna uyğun cavablara baxıram. I ilə başladığına görə A-nı silirəm. Sonra R-dən sonra I gəldiyinə görə D-ni silirəm. Qalanları davam edə bilərəm. 4-cü hərfim T ilə şifrələnib. Yuxarıya baxıram ki, T monitor sözündə 1-ci hərfi şifrələyib. 1-ci hərfimiz M-dir. O zaman M yazacağam. Deməli, 5-ci hərfimiz M ilə şifrələnib. 5-ci hərfimiz yuxarıda baxıram. M nəyi şifrələyib? Printerin 7-cisi. Printerin 7-ci hərfi nədir? R. O zaman M-dən sonra R gəlməli idi. M-dən sonra B variantında P gəlib. Y variantında isə M-dən sonra Y gəlib. Amma C variantında M-dən sonra R gəlib. Buna görə saxlayıram. Keçdik 41-ci suala. 41-ci sualında deməli musiqi sözünün bizdən şifrəsini istəyir. 1-ə yazacağam sual. Deyəsiniz niyə? Çünki M hərfini yuxarıda görmürəm. Nə fürsətdə, nə də palıtda. İkinci hərfimə U deyib. U hərfinə yazacağam sual. Çünki U hərfi fürsətdə də yoxdur, palıtda da yoxdur. Amma S hərfi, yəni 3-cü hərfim yuxarıda var. Fürsətin 4-cü hərfidir. 4-cü hərfimizin şifrəsi nə imiş? C. O zaman 3-cü hərfimdə C olmalıdır. Baxıram, A-da var. C variantında 3-ə Z yazılıb, sildim. Y variantında 3-ə X yazılıb, sildim. B variantında 3-ə O yazılıb, sildim. D variantında isə 3-ə C yazılıb. Hələ ki bunları saxlayıram. İndi 4-cü hərfimiz idi. Buna bir ulduz yazaq. Və yaxud da sual, fərqi yoxdur. Q hərfində musiqi, fürsət və palıt sözlərində yoxdur. Bu 5-ə də yazacağam sual. 6-ya isə yazacağam yenə ulduz. Deyəsiniz niyə? Çünki 6-cı hərfimizdə musiqi sözündə I hərfidir. 4-də də idi, 6-da da idi. O zaman 4-cü və 6-cı hərflərim eyni hərf olmalıdır. Baxıram, eyni şifrə olmalıdır. Yəni, baxıram A variantına. 4-də O yazıb, 6-da S yazıb. Bu düz olar? Xeyr, düz ola bilməz. Tutaq ki, 4-də O yazdım. 10-da musiqi sözündə 6-cı hərfdə I olduğu üçün I-yə də, yəni 6-cı hərfə də O yazmalıydım. Amma S yazılıb. Ona görə A variantını silirəm. D variantında isə baxın, 4-də V yazıb, 6-ya V yazıb. Hər ikisinə eyni hərfi yazıb. Eyni hərfimiz olduğuna görə cavab oldu D bəndi. Keçirəm indi 42-ci suala. Karate, boks və güləş. Karate, boks və güləş sözlərində ortaq hərf yoxdur. Yəni, boksla karatedə də K hərfidir. O bizə lazım deyil. Çünki güləşdə K hərfi yoxdur. Ümumiyyətlə, boks karate sözlərində güləşdə olan hərflərin heç biri olmadığı üçün, bax, buradakı şifrələrin heç birini cavab variantlarında görməməliyəm. U hərfini gördüm. A variantında U var, silirəm. Sonra A hərfini gördüm. C variantında A var, silirəm. Y variantında A var, silirəm. Sonra T hərfini gördüm. Burada da D variantında T var, silirəm. Cavab nə qaldı? Cavab qaldı B bəndi. İndi keçdik 43-ə. Burada nəqliyyat sözüdür. 1, 2, 3, 4, 5, 6 və 7, 8, 9. 9 hərfli bir sözdür. 7, 6 və 7-ci hərfləri eyni olmalıdır. Gəlin, baxaq görə, Y hərfi yuxarıda var. Y hərfi təyyarənin 3-cü və 4-cü hərfləridir. 3 də F-dir, 4 də F-dir. Demək ki, 6 və 7-də nə olmalıdır? F hərfləri olmalıdır. A variantında 6-da M-dir, 7-də S-dir. B variantında 6-da L-dir, 7-də F-dir. Buna görə sildik.
C variantında 6-da N-dır, 7-də D-dır. Buna görə sildim. D variantında 6-da N-dır, 7-də L-dır. Buna görə sildim. Y variantına baxıram. 6-da da F-dir, 7-də də F-dir. Buna görə doğru variant Y variantıdır. Keçirəm 44-də. İndi yağış sözünü bizdən soruşur. 1-də nə olmalıdır? Şlyapa sözündə 3-cü hərfimiz Y hərfidir. O zaman yağış sözünün Y hərfini 3-cü olan U ilə şifrələyəcəm. Sonra ikinci hərfimiz nə olmalıdır? A hərfidirsə qasırğanın ikincisi. Qasırğanın ikincisi nə ilə şifrələnir? E ilə. E hərfini yazdım. Sonra G hərfi üçüncüdür. Üçüncü olan qasırğada altıncıdır. Altıncı olan hərfim nədir? X ilə şifrələnib. Daha sonra I hərfi qasırğada dördüncüdür. Elə bizdə də dördüncüdür. Dördüncü hərfə O hərfini yazmalıyam. Sonra son olaraq da Ş hərfi 5-ci hərfimizə şlyapanın birincisi. Şlyapada birinci hərf nə idi? R hərfi ilə şifrələnmişdi. Bunu yazdıq yerinə. İndi 1-də U olmalıdır, 2-də E, 3-də X, 4-də O. Baxıram, A variantında 4-də T yazıb, səhvdir. C variantında 4-də O yazıb, 3-ə E yazıb, amma bizdə 3X idi. C variantında sildik. Y variantında 4-də Y yazıb. Buna görə səhvdir. D variantında 4-də F yazıb. Buna görə səhvdir. Amma baxın B variantına 1-ə U. Olduğu kimidir. 2-yə E, 3-ə X, 4-də O, 5-ə də R yazdım. Cavab oldu B bəndi. 45-ə baxıram. Deməli, Venera sözündə birinci hərfimiz yuxarıda verilməyib. Yəni, Saturn və Merkuridə V hərfi yoxdur. Birinci hərfimizə burada olan şifrələrdən heç birini istifadə edə bilmərəm. Baxın, 1-ə F yazılıb. Səhvdir. 1-ə F yaza bilmərəm. Çünki Saturnda S hərfini şifrələyib. 1-ə D yazılıb C variantında. Baxın, Merkuridə 4-cü hərfi şifrələyib. 4-cü hərfimiz nə idi? K. Amma bizdə V ilə başlayır. O zaman 1-ə D də yaza bilmərəm. Sonra 1-ə Z yazıb. Burada da 1-ə Z yazıb. B variantında isə 1-ə H yazıb. Mən 1-də H-ı istifadə edə bilmərəm. Çünki Merkuri sözünün 7-ci hərfi H idi. İndi 1-i saxladıq, sual qoyduq. Y və D-də Z yazıb. O zaman onun başqa şansı yoxdur. Onsuz da Z olacaq. Keçirəm ikinci hərfə. İkinci hərf E hərfidir. Merkuridə ikincidir. İkinci nədir? B. Yazıram bura B. İkinci hərfimiz də B olmalıdır. Y variantında 2-yə T yazıb. Buna görə səhvdir. D variantında isə 2-yə B yazıb. Buna görə düzdür. Keçirəm növbəti suala. Radius sözünü şifrələməliyik. Birinci hərfimiz R-dır. Dairə sözündə dördüncüdür. Dördüncü hərfimiz Y-dir. Buna görə 1-ə Y yazıram. İndi 1-ə Y yazdıq. Daha sonra baxıram ki, D variantda 1-ə F yazıb. Buna görə çıxdım. Sonra 2-yə A yazıb. A hərfi nədir? A hərfi dairədə ikinci ilə ikinci hərfimiz A ilə şifrələnib. Yazdıq A. Üçüncü hərfimiz D-dır. D-nın şifrəsi radiusda birinci olmalıdır. Birinci ilə D-dır. Sonra dördüncü hərfimiz I ilə şifrələnib. I dairə sözündə üçüncü hərfdir. Üçüncü hərfimiz B ilə şifrələnib. Yazdım bura B. İndi baxıram. 1-ə Y, 2-yə A, 3-ə D, 4-ə B yazılmalıdır. 2-yə T yazıb A variantı. Səhvdir, silirəm. 2-yə Y variantında A yazılıb, B variantında və C variantında A yazılıb. 3-ə D yazmalıydı. 3-ə D yazıb, C və Y variantlarında 4-ə, B variantında da D yazıb. 4-ə B yazılmalıydı. Y variantında 4-ə T yazıb. Buna görə səhvdir. Qaldıq C və B variantları arasında. İndi 5-ci hərfimiz U-dur. U hərfi konusda 5-cidir. 5-ci hərfim nə ilə şifrələnir? O ilə. 5-ə O yazmalıyam. Baxıram. Daha doğrusu konusda dördüncüdür. Dördüncü nədir? H. H olmalıdır. Onu silirəm. H edirəm. Buraya yazdım H. Daha sonra
Baxıram C və B variantlarında ikisində də H-dır. İndi 6-cı hərfimiz. 6-cı hərfimiz S ilə şifrələnib. Konus sözündə 5-ci hərfdir. 5-ci hərfimiz O olmalı idi. İndi bura yazıram O. Baxıram C-də 6-cı hərfi O yazıb, amma B-də F yazıb. Buna görə də səhvdir. Cavab qaldı C bəndi. Keçirəm 47-yə. Burada 47-də görürəm ki, ancaq hərflərdir. Bayaq rəqəmlər də var idi. İndi mən üstündəki qüvvətləri, yəni bax burada A, Y, D, B bunları nə kimi görməliyəm? Bir sıralama kimi. Yəni 1 deyəndə, A deyəndə 1 yadıma düşməlidir. Niyə? Çünki əlifbanın birinci hərfidir. B deyəndə 2, C deyəndə 3, D 4, Y isə 5-ci hərfdir. O zaman gəlin bura. 1, 2, 3, 4 və 5 yazıram. Birinci hərfim Z ilə şifrələnməlidir. Z baxıram ki, yuxarıda kitab sözünün 5-ci hərfidir. Y 5 idi. 5-ci hərfidir. 5-ci hərfimiz nədir? B. B ilə başlamayan Y-ni və A-nı silirəm. Daha sonra ikinci hərfimiz U ilə şifrələnir. Baxıram ki, U ilə şifrələnən hansıdır? Sərçədə 5-ci və 2-ci hərflər. 2-ci və 5-ci hərflər nədir? Ə hərfidir. B-dən sonra Ə gəldi. Sonra 3-cü hərfim T ilə şifrələnir. T baxıram ki, sərçə sözündə 1-ci hərfimiz. 1-ci hərfimiz S hərfidir. Daha sonra 4-cü hərfim F ilə şifrələnib. F yuxarıya qalxıram ki, kitab sözünün 3-cü hərfidir. C 3 deməkdir. 3-cü hərfimiz nədir? T. S-dan sonra T gəlməlidir. Baxıram, B variantında I gəlib S-dan sonra. C-də və D-də T gəlib. Son olaraq 5-ci hərfim U ilə şifrələnib. Biz də bilirik ki, U hərfi Ə-ni şifrələyib. Çünki sərçə sözündə 2-ci hərfimiz və 5-ci hərfimiz U ilə şifrələnmişdir. 2-ci hərfimiz və 5-ci hərfimiz də Ə-dir. O zaman biz də bura Ə yazacağıq. Cavabımız olacaq T. Cavab oldu C bəndi. Keçəm 48-ə. Deməli, A-ya 1 dedik, B-yə 2 dedik, C-yə 3, D-yə 4, Y-yə isə 5. Birinci hərfimiz nədir? O ilə şifrələnib. Baxıram. O yuxarıda Ebola sözünün ikinci hərfi imiş. İkinci hərfimiz B-dir. Yazıram B. Sözümüz B ilə başlayır. Daha sonra ikinci hərfimiz V ilə şifrələnib. İkinci hərfimiz yuxarıda baxıram ki, Ebola sözünün birinci hərfini şifrələyib. Birinci hərfimiz nədir? Y. B variantında Y hərfi ilə başladı. D variantında da Ə gəldi. Buna görə sildik. Sonra gəlirəm 3-cü hərfimə. 3-cü hərfim U-nu şifrələyib. Baxıram, İynə sözündə ikinci hərfimiz U-dur. O zaman Y yazıram bura. İndi Y-ni yazdım 3-cü hərfə. C variantında T yazılıb yerinə. Ona görə sildim. Sonra qaldıq A və Y variantları arasında. 4-cü hərfimiz nə idi? T ilə şifrələnib. T iynə sözündə birinci hərfi şifrələyib. Birinci hərfimiz İ-dir. Yazdıq İ. Baxıram ki, A variantı düzdür. Y variantında isə İ-nin yerində A yazılıb. Sildik. Cavab qaldı A bəndi. İndi birinci, ikinci, üçüncü, dördüncü və beşinci hərfləri yazdım yerindən. Birinci X ilə şifrələnib. X lupa sözündə üçüncü hərfdir. Üçüncü hərfim nədir? P. O zaman sözümüz P ilə başlamalıdır. D-ni silirəm. B ilə başlayıb. İkinci hərfimiz Z-dir. Z ilə şifrələnib. Yuxarıya baxıram ki, aydın sözünün birinci hərfi Z ilə şifrələnib. O zaman A gəlməlidir. P-dan sonra O gəlib. Ona görə Y variantını silirəm. Sonra üçüncü hərfimiz T ilə şifrələnib. T baxıram lupa sözünün birinci hərfidir. O zaman L gəlməlidir. Daha sonra dördüncü hərfimiz K ilə şifrələnib. K baxıram hardadır? Aydın sözündə dördüncü hərfdir. Dördüncü hərfimiz I-dır. Yazacağım I. Burada palaz yazılıb. Ona görə səhvdir. Sonra 5-ci hərfimiz son olaraq H ilə şifrələnib. Baxıram yuxarıya H hardadır? Aydın sözünün 3-cü hərfi. 3-cü hərfimiz nədir? D hərfi. Gəlib yazıram D. Cavab nə qaldı? Palıd. 50-ci suala baxıram. 50-ci sualda deməli birinci hərfimiz L ilə şifrələnib. L yuxarıda baxıram ki, vasitə sözünün 3-cü hərfidir. 3-cü hərfimiz S-dır. Cavabımız S ilə başlamalıdır. Amma D variantında V yazıb. İkinci hərfimiz M ilə şifrələnib. Yuxarıya baxıram. M
Geyim sözünün ikinci hərfini şifrələyib. İkinci hərfimiz E-dir. İkinci gələcək olan hərfimizi E yazdıqsa Y-ni silirəm. Çünki Ə gəlib. Daha sonra üçüncü hərfimiz X ilə şifrələnib. X baxıram yuxarıda vasitə sözünün birinci hərfini şifrələyib. Birinci hərfimiz nədir? V. Yazdıq bura. B variantında T gəlib, set alınıb. Ona görə səhvdir. Qaldıq A və C variantı arasında. Dördüncü hərfimiz K-nı şifrələyib. K baxıram ki, geyim sözündə birinci hərfdir. Birinci hərfimiz nədir? C hərfi. O zaman V-dan sonra C gəlməlidir. C variantında isə Ə gəlib. Bunu da sildik. Cavab qaldı A bəndi. Keçirəm 51-ə. 51-də mismar sözündə 2 dənə sait var, 4 dənə samit səs var. Fəlsəfə sözündə 3 dənə sait səs var, 4 dənə samit səs var. Qaşıq sözündə 2 dənə sait səs var, 3 dənə samit səs var. Ona görə cavabımız oldu C bəndi. Maraq sözündə 2 dənə sait var, 3 dənə samit var. 2-ni 3-ə vurduq, elə də 6. Kompüterdə 1, 2, 3. 3 dənə sait səs var, 5 dənə samit səs var. 3-ü 5-ə vurub 15. Benzində 1, 2, 2 dənə sait var. 1, 2, 3, 4. 4 dənə də samit var. Vuracam bir-birinə eləyəcək. Cavabım 8. Cavab oldu Y bəndi. Keçirəm 53-cü suala. Deməli, kosmonavt sözündə 3 dənə sait var. Ona görə cavab olub 3. Qarğıdalı sözündə 4 dənə sait var. Ona görə yazıb 4. Xilaskarda neçə dənədir? 1, 2, 3. 3 dənə sait var deyə cavab oldu A bəndi. Yasəmən sözündə 1, 2, 3. 3 dənə sait səs var. 1, 2, 3, 4. 4 dənə samit səs var. Amma bunlardan 21 ala bilmirəm. Neynəməliyəm? Yasəmən sözündəki hərfləri sayıram. Neçə dənədir? 7 dənə. 3 dənə sait səsi vuracam ümumi hərfin sayına. Eləyəcək 21. Aldım 21-i. Sonra kosmetika sözündə 1, 2, 3, 4. 4 dənə sait səs var. 9 dənə hərf var. 4-ü 9-a vurduq. 36. Xüsusiyyətdə 1, 2, 3, 4. 4 dənə sait səs var. 10 dənə hərf var. 4-ü 10-a vuracam. Cavab elədik 40. Daha sonra qarğıdalıda 1, 2, 3, 4. 4 dənə sait səs var. 1, 2, 3, 4, 5. 5 dənə də samit səs var. İndi 4-ün kvadratı üstə gəlinsin 5-in kvadratı. 16 və 25-i toplayacam. Cavab eləyəcək 41. Xilaskar sözündə 3 dənə sait səs var. 2, 3. 3 buraya yazıram. Samit səslər 1, 2, 3, 4, 5. 5 dənə də samit səs var. 3-ün kvadratı üstə gəlinsin 5-in kvadratı. 25 ilə 9-u topladım. 34 elədi. Dondurmaçıya baxırıq. 1, 2, 3, 4. 4 dənə sait səs var. Kvadrata yüksəldəcəm. Üstünə gələcəm. 1, 2, 3, 4, 5, 6. 6 dənə samit səs var. 6-nın kvadratı. 36 ilə 16-nı toplayacam. Eləyəcək 52. Cavab oldu B bəndi. İndi gəldik 56-cı suala. Burada 1, 2, 3. 3 dənə sait səs var. 3 sait səsin üzərinə 1 gələcəm. Daha sonra kvadrata yüksəldəcəm. Üstə gəlsin. 1, 2, 3, 4, 5, 6. 6 dənə samit səs var. Üzərinə 1 gəlib. Kvadrata yüksəldəcəm. Deməli, 4-ün kvadratı 16, 7-nin kvadratı 49. 16 ilə 49-u toplasam, mənə 65 verir. 65-in tərsi nədir? 56. Tədris sözünü özünüz yoxlayın, mərkəzi mən deyirəm. Deməli, 1, 2, 3. 3 dənə sait səs var. Üzərinə 1 gələcəm. Kvadrata yüksəldəcəm və toplayacam. Nə ilə? 1, 2, 3, 4. 4 dənə samit səs var. 4 üstə gəl 1. Bunu da kvadrata yüksəldəcəm. Bərabərdir. 3 ilə 1-in cəmi 4. Kvadratı 16. Üstünə gələcəm. 4 ilə 1-in cəmi 5. Kvadratı 25. 16 ilə 25-i toplasam eləyər 41. 41-in tərsi nədir? 14. Cavab oldu C bəndi. İndi tərcüməçi sözündə birinci hecada tərdir. Tərin 3 dənə hərfi var.
Zü ikinci hecadır. 2 dənə hərfi var. M, ə ikinci hecadır. Burada 2 dənə hərf var. Ç, i 2 dənə hərfdir. Yazdıq bura. İndi necə oldu? Birinci hecada 3 dənə, ikinci hecada 2 dənə, üçüncü hecada 2 dənə, dördüncü hecada da 2 dənə hərf. Cinayətkar sözünü hecalasaq, cinayətkar. Deməli, 2 birinci hecadadır, 2 ikinci hecadadır, 3 hərf üçüncü hecadadır, 4 hərf də üçüncü hecadadır. Proyektor. Birinci hecada 3 hərf var, ikinci hecada 3 hərf var, üçüncü hecada da 3 hərf var. Cavabım oldu, Y bəndi. Keçirəm 58-ə. Deməli, ədalətsizlik sözündə 1, 2, 3, 4, 5. 5 dənə sait səs var. 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə də samit səs var. 5-i vuracam 7-yə. Eləyəcək 35. 35-in tərsi nədir? 53. Darvaza sözündə 1, 2, 3, 4. 4 dənə samit səs var. 1, 2, 3. 3 dənə də sait səs var. 4-ü vuracam 3-ə 12. 12-nin tərsi nədir? 21. Gözlənilməz sözündə 1, 2, 3, 4. 4 dənə sait səs var. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə samit səs var. 4 7-yə vuracam 28. Tərsi nədir? 82. Cavab oldu A bəndi. 59-cu sualda gimnastika sözünün qarşısından 3, hakimiyyətdə 5 yazılıb. 3-cü hərfimiz M-dir, 5-ci hərfimiz M-dir. Məqsədli sözündə M neçənci hərfdir? M birinci hərfdir. O zaman cavabımız nə olacaq? Cavabımız olacaq 1 C bəndi. Kristal sözündə birinci hecamız kris, ikinci hecamız taldır. Birinci hecada 4 hərf var, ikinci hecada 3 hərf var. Gimnast sözündə birinci hecada 3, ikinci hecada 4 hərf var. İndi burada biolog kimi hecalasaq, birinci hecada 2 hərf, ikinci hecada 1 hərf, üçüncü hecada isə 3 hərf var. 2 1 3 cavab oldu A bəndi. Kişmiş sözündə 1, 2, 2 dənə sait səs var. 1, 2, 3, 4. 4 dənə də samit səs var. İndi 4-ü kvadrata yüksəldəcəm. 16, üzərinə 2 gələcəm. 18. Göyərçində 1, 2, 3, 4, 5. 5 dənə samit səs var. Samit səslərin sayını kvadrata yüksəldəcəm. Eləyəcək 25. Üzərinə gələcəm sait səslərin sayını. 3 dənə də sait səs var, elədi 28. Daha sonra 1, 2, 3, 4. 4-ün kvadratı eləyəcək 16. Üzərinə gələcəm sait səslərin sayı. 3 dənə də sait səsim var. Cavab elədi 19. Gəlirəm 62-ci suala. Burada 2 dənə qoşa, 2 dənə də saitim var. Ümumilikdə 6 dənə də hərfim var. 6-nı vuracam qoşaların sayına 12, üzərinə saitlərin sayı olan 2-ni gələcəm, eləyəcək 14. Daha sonra 2 dənə sait var, 2 dənə qoşa var. 5 dənə də ümumi hərf var. 5-i vuracam 2 qoşaların sayına, üzərinə 2 gələcəm, 12. Sonra 2 dənə sait, 2 dənə qoşa var, 6 dənə də hərf var. 6-nı vuracam qoşaların sayına, üzərinə saitlərin sayını gələcəm, eləyəcək 14. Cavab oldu D bəndi. Bunu başqa cür necə yaza bilərik? Başqa cür belə deyə bilərik ki, deməli 2 dənə qoşa var, burada da 2 dənə qoşa var, burada da 2 dənə qoşa var. Ümumilikdə 6 hərfdir. Üzərinə 1 gəlirəm 7, qoşaların sayına vururam 14. 7 sözü 6 hərflidir, 5 hərflidir. Üzərinə 1 gəlirəm 6, qoşaların sayı da 2-dir. Vurdum 2-yə 12 elədi. 8 sözü 6 hərflidir. Üzərinə 1 gəlirəm 7, 2 dənə də qoşa hərfi var. Vururam 2-yə eləyir 14. Sonra 67 nə elədi? 76 tərsinə çevirdi. 83 tərsinə çevirdi. 38. 15-i tərsinə çevirib nə yazacağım? 51. Cavab oldu B bəndi. Növbəti sualımız 64-də baxıram. Burada 2 dənə 6 hərfli, 2 dənə də 3 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 3 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 hərfli, 2 dənə də 5 hərfli, 2 dənə də 4 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 hərfli, 2 dənə
hərfləri sırayla verib, daha doğrusu rəqəmləri sırayla verib, burada da hərfləri sırayla verib. İndi biz nə etməliyik? Bu hərflərlə rəqəmləri bir-birinə yəni uyğunlaşdırmalıyıq. 2 ilə t-ni məsələn. Tutaq ki, 2-nin yerində t-ni veribdirsə, burada da 2-nin yerində t olmalıdır, burada da 2-nin yerində t olmalıdır. Baxıram, indi birincidə düz verib. İkincidə yenə düz verib, yəni ikinci hərfimin yerində t-dir. Amma üçüncü hissədə t-ni 4-də verməli idi. T-ni harda verib? T-ni ikinci yerdə verib. Ona görə A variantı səhvdir. Yəni, hərflərin sırası ilə uyğun gəldiyi rəqəmin sırası eyni olmalıdır. Məsələn, B-də indi R hərfinə baxın. 6-nın yerində yazmalı idi. Düzdür. 6 4-cü sıradadır. R 4-də olmalı idi. Amma burada 3-cü sırada gəlir. Ona görə B variantı da səhvdir. Sonra gəlirəm C variantına U-ya baxıram. U-nu hara yazmalı idi? 4-ün yerinə. O zaman burada da 4-ün yerində U olmalı idi. Baxıram, ikinci tərəfdə nə var? Sonda F yazılıb. O zaman C də səhvdir. Sonra baxıram Y variantında S-ə. S tutaq ki 8-in yerində yazılıb. Bax, bura S yazıram tutaq ki. O zaman S sondan ikinci olmalıdır növbətidə. Sondan ikincidir. Burada isə üçüncü olmalıdır. Baxıram, üçüncü deyil, artıq dördüncüdür. Ona görə Y variantını silirəm. D variantında istənilən bir hərfi götürürəm. Tutaq ki, V hərfini. V hərfini yazdım 9-a. İndi 9-da burada da V olmalıdır, burada da V olmalıdır. Baxıram, birincidə sondadır V. Həqiqətən də sondadır. İkincidə birinci hissədə olmalıdır. Birinci hissədə V var. Üçüncü hissəmdə isə ikinci hərfin yerində V olmalıdır. Baxıram, ikinci hərfin yerində V var. Buna görə D variantı doğrudur. Keçirəm 65-ci suala. Deməli, 7-yə A deyib. O zaman 3-cü yerdə A olmalıdır. Baxıram, 3-cü yerdə A'dır. Sonda isə A olmalıdır. Yenə sonda A'dır. Daha sonra E hərfi gəlib O-nun yerində. Daha doğrusu 0-ın yerində. Yenə 0-ın yerində E hərfi olmalıdır. Sonda E var. Bizdə birinci hissədə baxıram bura. Yenə O olmalıdır. Daha doğrusu 0-ın yerində E olmalıdır. Yenə düzdür. İndi O hərfi 5-dədir. 5-də O olmalıdır. Baxıram, neçənci hərf? Rəqəmdir 5. 1, 2, 3, 4. 4-cü yerdə O olmalıdır. 4-cü yerdədir. Burada isə O birinci yerdə olmalıdır. Görürəm, birinci yerdədir. U-nu yazıram 6-ya tutaq ki. U birinci gəlməlidir. Burada da birinci gəlib. Burada isə ikinci gəlməlidir. İkinci gəlib. Demək ki, hər şey doğru gedir. İndi 3-cü yerinə I olmalıdır. Sondan ikinci gəlməlidir. Baxıram, sondan ikinci gəlib. Burada isə 3-cü sırada gəlməlidir. Görürəm ki, 3-cü sırada gəlib. Son olaraq da Ə-ni yoxlayıram. Ə sonuncu gəlib. Burada Ə ikinci gəlməlidir. Həqiqətən ikinci gəlib. Burada isə Ə dördüncü gəlməlidir. Baxıram, Ə dördüncü gəlmir, üçüncü gəlib. Biz i-ni də səhv yoxlamışıq. I də baxın, üçüncü gəlməlidir, amma burada dördüncü gəlib. Gözdən qaçdığına görə A-nı səhv götürürəm. Sonra gəlirəm, indi nə etməliyəm? Yenə bir-bir hərflərimi qoymalıyam yerinə. Baxıram, tutaq ki, yenə A-ya 7 deyib. Buraya yazıram 7-nin yerinə A. O zaman A üçüncü gəlməlidir. Baxıram, ikinci gəlib. Ona görə B variantı da səhvdir. Daha sonra A-nı yenə yoxlayıram. 7-ni yerinə yazdımsa 3-cü yerdə olmalıdır. Görürəm, 3-cü yerdədir. Daha sonra isə sonda gəlməlidir. A həqiqətən sonda gəlib. 0-ın yerinə E yazıram. E burada da sonda olmalıdır. Baxıram, sondadır. Sondan ikinci olmalıdır. Sondan ikincidir. Sonra 5-in yerində O olmalıdır. Buraya yazdım O. 5-in yerində O'dur. Burada da 5-in yerində O yazsam. Dördüncü gəlməlidir. İkinci hissədə dördüncü gəlib. Üçüncü hissədə isə birinci gəlməlidir. Birinci gəlib. Sonra 6-nın yerinə U yazmalıyam. Birinci hissədə U 6-dadır. O zaman ikinci hissədə U birinci gəlməlidir. Baxıram, birinci gəlib. Burada isə ikinci gəlməlidir. Yəni, üçüncü hissədə ikinci gəlməlidir. Görürəm, ikinci gəlib. Daha sonra 3-ün yerinə I yazıb. 3-ün yerinə I yazıram.
sondan ikinci gəlməlidir. Sondan ikinci gəlib. Burada isə üçüncü gəlməlidir. Baxıram i həqiqətən də üçüncü gəlib. Son olaraq 1 qaldı. 1-ə ə yazdıq. Ə hərfi ikinci hissədə ikinci gəlməlidir. Görürəm, ikinci gəlib. Burada isə ə hərfi dördüncü gəlməlidir, dördüncü gəlib. O zaman cavabımız nə oldu? Cavabımız C variantı oldu. Bütün hərflər uyğunlaşdı, üst-üstə düşdü. Gəlin D ilə Y-yə də baxaq. Deməli, burada tutaq ki, E hərfinə baxıram. E hərfini sıfırdan işarə edirəmsə, ikinci gəlməli idi, gəldi. Sonra E hərfi sonda gəlməli idi, gəlib. Bir də E hərfi sondan ikinci gəlməli idi, gəlib. İndi isə gəlin I hərfinə baxaq. I hərfi 3-ün əvəzində olmalıdır. Burada sondan ikinci gəlməlidir. I hərfi burada isə üçüncü gəlməlidir. Baxıram, sondan ikinci gəlib. Burada deməli, sondan ikinci gəldi. Yenə növbətidə isə I hərfi dördüncü sırada gəlməlidir. Dördüncü sırada gəldi. Daha sonra O hərfinə baxınca 5-in yerinə O yazdım, tutaq ki. Burada sondan üçüncü gəlməlidir. O hərfi isə sondan ikinci gəlib. Ona görə nə oldu? D variantı səhv oldu. Gəlirəm Y variantını yoxlamağa. Y variantını yoxlayanda tutaq ki, A-nı yazıram 1-ə. Birinci yerə. A-nı yazdım bura. İndi üçüncü gəlməlidir. Burada isə sonda gəlməlidir. Həqiqətən düzdür A-lar. E hərfini 0-a yazsam, növbətdə E hərfi sonda gəlməlidir. Baxıram, sonda gəlib. Burada isə E hərfi sondan ikinci gəlməlidir. Amma E hərfi sondan ikinci gəlməyib. I hərfi gəlib. Buna görə də Y variantında sildik. Cavab elə həqiqətən də C variantı imiş. Daha sonra simvollar gəlir. İndi qar dənəsinin yerində T olmalıdır. Qar dənəsinin yerində yenə T olmalıdır. Baxıram, sondan ikinci gəlib. Burada dördüncü gəlməli idi. Baxıram, dördüncü gəlib. Daha sonra əl işarəsinin yerinə F yazıram. İndi əl işarəsi sonuncu gəlibsə, F sonda olmalıdır. Sondadır. F sondan 2 gəlməlidir. Sondan 2 gəlib. İndi el yazıram bura. El oldu, üzgün smaylik. İkinci yerdə nə yazıram? El. Bir də eli sonda görürəm. Baxıram, üzgün smaylik sondadır. Daha sonra S gəlib. Damcı işarəsinin yerinə S yazılacaq. S indi üçüncü gəldi. Burada dördüncü idi, növbətdə üçüncü. Üçüncü hissədə isə üçüncü gəlməlidir. Yenə üçüncü gəlib. Bomba işarəsinin yerində M olmalıdır. Baxıram. M dördüncü gəlməlidir. M dördüncü gəlib. Burada isə M birinci gəlməlidir. M birinci gəlib. İndi K-nı bu smaylikin yerinə yazdımsa K nə olmalıdır? Növbətdə də birinci gəlməlidir. Burada isə ikinci gəlməlidir. Baxıram, həqiqətən də ikinci gəlib. A variantı tamamilə doğrudur. Bütün hərfləri simvollarına uyğun yazırıq. Hamısı düppədüz ödəyir. B, C, D, Y variantlarında isə səhvləri taparsınız. Deməli, keçdik 67-ci suala. Burada indi Y hərfi yuxarı aşağı simvoldadır. O zaman Y hərfi harda olmalıdır? Sondan ikinci. Sondan ikinci o fiqur deyil. Yuxarı aşağı olan fiqur deyil. Ona görə sildik. Daha sonra Y hərfin yenə yuxarı aşağı simvola verib, yuxarı aşağı simvol sondan ikinci gəlməlidir. Burada isə ikinci gəlməlidir üçüncü hissədə. Buna birinci, buna ikinci, buna üçüncü hissə desək, üçüncü hissədə ikinci gəlməlidir. Amma baxıram, ikinci hissədə yuxarı aşağı simvol deyil. Ona görə B variantında silirəm. C variantında Y birinci gəlsə yenə sondan ikinci gəlməlidir. Sondan ikinci gəlib. Burada isə ikinci gəlməlidir, gəlib. K-nı aşağıya baxan simvollara desəm, K yenə ikinci gəlməlidir. Burada isə K sondan ikinci gəlməlidir. Burada amma sonuncu K gəlib. C variantı da səhvdir. Sonuncu yox, sondan ikinci gəlməlidir üçüncü hissəmizdə. Daha sonra gəlirəm. Y-ni buraya yazsam, Y harda gəlməlidir? Sondan ikinci. Gəlib sondan ikinci. Üçüncü hissəmdə ikinci gəlməlidir. Doğrudur. K-nı yazsam aşağı simvollara, aşağı baxan simvollara. K buradadır. Növbətdə isə K hardadır? Sondan ikincidə. Baxıram ki, həqiqətən sondan ikincidədir. A hərfin sağa baxan simvola yazıram. A hərfi üçüncü hissədədir.
Üçüncü yerdə yenə sağa baxan simvoldur. Burada isə üçüncü hissədə yenə A olmalıdır. Yenə A-nı düz verib. Daha sonra N hərfi. N hərfi sağa baxan simvoldur. Dairə, yəni dairə olan sağa baxan simvoldur. Baxıram. Dördüncü olmalıdır ikinci hissədə. Baxıram yenə dördüncüdür. İndi yuxarıya baxıram. Dördüncü olmalıdır yenə. Burada da dördüncüdür. Gəlirik son hərflər qalıb. O hərfini yazıram sola baxan simvola. Sola baxan simvol birinci gəlib. Burada da o birinci gəlib. Doğrudur. Sola baxan simvol sonuncu gəlib. O da sonuncu gəlib elə. Bu da doğrudur. Növbəti hərfimiz M-dir. M-i də yazıram yerinə. Görürəm ki, sonda gəlməlidir. Yenə sonda gəlib. M birinci gəlib. Burada da birinci gəlib. O zaman nə oldu? D variantı doğru oldu. E variantında da yəqin ki, haradasa səhv var. Onu da siz tapmağa çalışın. Gəldik sonuncu sualımız olan 68-ə. Burada deyir ki, tutaq ki, M bombadır. O zaman sonuncu gəlməlidir bomba. Həqiqətən sonuncu gəlib. Burada isə sondan ikinci gəlməlidir, amma sondan ikinci qar dənəsi gəlib. Gördünüz, fiqurlar fərqləndi. Ona görə silirik. Daha sonra bombaya M deyibdirsə, yenə sonuncu gəlməlidir. Sonuncu gəlib, sondan ikinci gəlib. Daha sonra Ə hərfi. Ə hərfini 4-ü deyibdirsə, dördüncü gəlməlidir burada. Ə hərfi həqiqətən də dördüncü gəlib. Sonra yenə dördüncü gəlməlidir. Ə hərfi dördüncü gəlib. Daha sonra N hərfi. N hərfini skelet olan simvola qoyuruq. Skelet olan simvol ikinci gəlməlidir. Baxıram, ikinci gəlib. Daha sonra sonda gəlməlidir. Baxıram, sonda gəlib. T hərfi qar dənəsinə düşür. T hərfi üçüncü gəlib, qar dənəsi də üçüncü gəlib. T hərfi yenə üçüncü gəlməlidir, yenə üçüncü gəlib. İndi İ hərfi yuxarı baxan simvola yazırıq. İ hərfi birinci gəlib, burada da yuxarı baxan simvol birinci gəlib. İ hərfi yenə birinci gəlib, yuxarı baxan simvol gəlib. Son olaraq Q hərfi qaldı. Q-nı təyyarəyə yazıram. Təyyarə sondan ikinci gəlib, burada da sondan ikinci Q gəlib. Daha sonra ikinci hərfimiz Q-dır. Elə burada da təyyarə ikinci gəlib. Cavab oldu E variantı.